Salam, hər vaxtınız xeyir. Jeoclay'ın sponsorluğu ilə hava haqqında məlumat izləyirsiniz. Jeoclay üz maskası üzünüzdəki ləkələrin və yağlanmaların qarşısını alır, qara nöqtələri azaldır və dərinizdəki qocalmaları, qırışmaları gecikdirərək üzünüzü gün boyu canlı və təravətli saxlayır. Jeoclay üz maskaları ilə gözünüz hər zaman təravətli olsun. Jeoclay üz maskaları ilə üzünüz qüsursuz olsun. Jeoclay üz maskası üzünüzdəki ləkələrin və yağlanmaların qarşısını alır. Qara nöqtələri təmizləyir, dərinizdəki qırışmaları və qocalmaları gecikdirərək üzünüzü gün boyu canlı və təravətli saxlayır. Jeoclay maskalarını apteklərdən soruşun. Onlayn sifariş jeoclay.az saytında. Əlaqə telefonlar 012 564 56 95 050 464 77 11. Belə tamaşaçılarımız, indi isə keçək hava haqqında məlumata. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə hava dəyişkən buludlu olacaq, arabir tutulub açılacaq, qərb küləyi əsəcək. Ayrı bölgələrimizə nəzər saldıqda isə Naxçıvan Muxtar Respublikasında əsasən gecə və səhər qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 6-11 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz saatlarında isə 1-6 dərəcə isti olacaq. Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy zonalarında gecə və səhər qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək, temperatur gecə 10-15 dərəcə şaxta, gündüz saatlarında isə 5 dərəcə şaxta olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər yağıntı olacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 2-7 dərəcə şaxta, gündüz saatlarında isə 2-7 dərəcə isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusa rayonlarında gecə və səhər qar yağacağı gözlənilir. Gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz saatlarında 5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz saatlarında isə 5-10 dərəcə şaxta olacaq. Mərkəzi Aran rayonlarında da əsasən gecə və səhər havanın yağmurlu olacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur gecə 5 dərəcə şaxta, gündüz saatlarında isə 1-6 dərəcə isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcədək isti, gündüz saatlarında 3-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz saatlarında isə 3 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxta, gündüz saatlarında 3-6 dərəcə isti, Bakıda gecə 2 dərəcə şaxta, gündüz saatlarında isə 3-5 dərəcə isti olacaq. Sen gelip bakıp pencereden sanki sana dön diyecek. Ayda bizi gözlemekten güneşin batmasını, akı çok severdi o öz yarını. Hayalımda sen, her zaman sen.
sen, yüreğimde sen. Kaş ki bilsen, tek ümidim, tek dileğim bir dene sen. Gel kavuşalım eşkimize, çok yaraşır sevgi bize. Her hayatın lezzetini senle duyak. Hayalımda sen, her zaman sen, yüreğimde sen. Kaş ki bilsen, tek ümidim, tek dileğim bir dene sen. Gel kavuşalım eşkimize, çok yaraşır sevgi bize. Her hayatın lezzetini senle duyak. Bravo, bravo. Rüfət, xəyalında kimdir bilmirik. Bəli, tamaşaçılarımız, təqdimata ehtiyacı olmayan, bizim sevilən və seçilən sənətçimiz. Mən deyərdim ki, onun özünə məxsus səsi var. Rüfət Axundov bizim bugünkü verilişimizin, havamızın qonağıdır. Xoş gəlmisən Rüfət. Təşəkkür edirəm, Səfalar Aytən xanım, gətirmisən. çox sağ olun. Bizim üçün çox maraqlıdır ki, Rüfət hansı hava şəraitində çox bəyənir? Əlbəttə ki, hər bir fəslin, hər bir havanın da öz gözəlliyi var. Amma xüsusi olaraq yağış yağanı və qar yağanı çox bəyənirəm. Qarlı havanı çox bəyənir. Qarlı havanı, yağışlı havanı çox bəyənirəm. Aha. Rüfət, bir sualım da var sənə. Bax, sən hansı bölgələrimizə yollamısan bu yaxınlarda? Hansı bölgəyə yollanmışam? Bəli. Azərbaycanımızın bütün bölgələri bizim üçün əzizdir. Amma mən tez-tez Gəncəyə, Qubuya, Lənkərana gedirəm. Yəni bilsən mən bu sualı niyə görə verdim? Çünki biz hər həftə çalışırıq ki, mütəmadi olaraq öz çəkiliş qrupumuzla birlikdə bölgələrimizə yollanaq və oradan elə hava durumunu çəkib tamaşaçılarımıza təqdim edək. Çox gözəl. Bax belə. Məhz buna görə də mən bu sualı sənə verdim. Bir sualım var sənə. Hava durumunun necə olmasının sənin əhval-ruhiyyənə nə dərəcədə təsiri var? Əsas odur ki, yanımda yaxın insanlar olsun, mənə yaxın olan insanlar olsun, mən sevdiyim insanlar olsun. Ona görə fərq eləməz. Yəni bax, əgər sən hər hansı bir iş davica gedirsən, hava baxırsan ki, yağışlıdır, qarlıdır. Yəni bu Yağışsa sənin əhval-ruhiyyənə heç təsir göstərmir. Yox, əksinə, əksinə. Yağış yağanı çox sevinirəm. Mənim üçün elə sanıram ki, ruzudur. Yaxşı, bəs isti havaları necə bəyənirsən? Havalar isti, nəfəsimi kəsdi. Yox, istinin də öz gözəlliyi var. Təbii ki, darıxırıq qış fəslindən keçənə istiyə doğru. Hamımız darıxırıq, hamımız fikirləşirik ki, yəni qısa qolu gələcək və yaxud isti olacaq, yatanda belə olacaq. Nə bilim, onun da gözəlliyi var. Bəs yaxşı, küləkli havanı necə bəyənirsən? Küləkli havada bizim gözəl Bakımızda da küləkli şəhərdə. Onu da çox bəyənirəm, çox sevirəm. Yəni hava şəraitinin necə olub olmasının sənin əhval-ruhiyyənə heç bir təsiri yoxdur. Deyirlər qar yağacaq. Deyirlər qar yağacaq. Bəli, tamaşaçılarımız, bizim bugünkü verilişimizin bu şənbəki qonağımız Rüfət Axundov oldu. Təqdimata ehtiyacı olmayan Rüfət Axundov oldu. Gələn şənbə qonağımız kim olacaqsa sözün düzü heç mən özüm də bilmirəm. Hatırladım ki, siz bizim verilişimizə Geocline sponsorluğu ilə baxırdınız. Əziz tamaşaçılarımız, gələn şənbə görüşənədək söyləyirəm.